Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə hücumu nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb. Reportun məlumatına görə bu barədə Ukrayna paytaxtının meri Vitali Klitschko Telegram kanalında yazıb. İlkin məlumata görə Desnyanski rayonunda 3 nəfər ölüb, 27 nəfər yaralanıb, onlardan 6-sı uşaqdır. Dağıntılar 9 mərtəbəli yaşayış binasına 2-ci mərtəbə səviyyəsində düşüb. Bir neçə mənzil alovlanıb və yanğın 4-cü, 7-ci mərtəbələrdəki eyvanlara yayılıb. Yanğın artıq söndürülüb. O, qeyd edib ki, 5 nəfər xilas edilib. Obolonski rayonunda puanın qalıqları 16 mərtəbəli yaşayış binasına düşüb. Bir mənzilə ziyan dəyib. Yanğın və ya struktur ziyanı olmayıb. Bazar günü gecə Rusiya pilotsuz uçuş aparatlarının PAO Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində azı 26 nəfər yaralanıb. Report xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb. Hazırda 26 nəfərin yaralandığı, onlardan 6-sının uşaq olduğu məlumdur. Administrasiyanın Telegram kanalında paylaşılan məlumatında deyilir. Məlumata görə hücumdan Desnyan və Obolon rayonları təsirlənib. Xüsusilə Desnyan rayonunda PAO 9 mərtəbəli yaşayış binasının 2 və 3-cü mərtəbələrinə, başqa bir ünvanda isə PAO qalıqları 16 mərtəbəli binaya düşüb. Desnyan rayonundakı məkanlardan birində çox mənzilli yaşayış binasında yanğın baş verib.